Salam dövlət kursları və dövlət hazırlaşan namizədlər. Bugün mən sizə yeni bir video təqdim edirəm. Əsas videomuz nə ilə bağlı idi? Hamının əziyyət çəkdiyi bu dövlət qulluğunda 29-cu maddə var. 29-cu maddənin izahı. Ümumiyyətlə 29-cu maddə çox böyük bir maddədir. Belə deyək ki, onun oxuyursan biraz əziyyət çəksən. Çünki bu maddə digər maddəyə istinad edir, digər maddə bu maddəyə istinad edir və imtahanlar zamanı mən iştirak edirəm imtahanlarda çox o qədər də belə desəm ki, suallar çox az olur, amma olur və tələbələr isə 29-cu maddə əziyyət çəkir. Mən isə indi 29-cu maddəni sizə izahını verəcəm. İndi başlayaq həmin maddəni çıxardaq ekrana. Baxın zəhmət olmasa 29-cu maddə və başlayır. Düz bu qədər gedir. Bunun izahına diqqətlə qulaq asın. Burada əsas məsələ burada irəli çəkilmə məsələsindən söhbət gedir. Yəni ali kateqoriyada inzibati və ali 1-200 təsdiqata uyğun olaraq müsahibə qulluqda keçməyinə irəli çəkirlər. Bir də deyirəm, inzibati vəzifələrin tutulması məsələsində inzibati vəzifə ali kateqoriyada ali 1, 2, üçüncü təsdiqatlar hansı yolla irəli çəkilir? Müsahibə və ya qulluqda yüksəliş yolu. Sonra keçirik digər bir məsələyə. Biz ali kateqoriyaya qoyduqsa bizim digər birinci və beşinci kateqoriyada onlarda necə olacaqdır? Birinci, beşinci kateqoriyada birinci, beşinci kateqoriyanın yəni burada inzibati vəzifələrin birinci, yeddinci təsdiqatına uyğun. Yəni o deməkdir ki, birinci kateqoriyada ali təsdiqat yoxdur. Birinci, yeddi təsdiqat tutulması, həmin vəzifə tutulması, həmin dövlət orqan rəhbərinin qərarı əsasında 28-ci maddənin nəzərdə tutulmuş qaydaları müsabiqə və ya müsahibə yolu həyata keçirilir. Yəni, belə bir şey qeyd edək. Ən yüksək kateqoriya ali kateqoriyadır. Ora müsabiqə, yəni test falan olur. Onu qoyduq kənara. Digər məsələ keçirik. Birinci kateqoriyada və birinci kateqoriyadan aşağı tutulmuş 2, 3, 4, 5-ci kateqoriyada müsabiqə ilə qəbul olmaq var. Test və müsabiqə ilə. Bəs yaxşı, nə zaman siz müsahibə iştirak edə bilərsiniz? Gəlin belə deyək, müsahibənin neçə növü var? 3 növü var. Müsabiqənin müsahibəsi, bu 1, ümumi müsahibə. Bu 2, daxili müsahibə, bu 3. Bir daha deyirəm, müsahibənin 3 növü var. Müsabiqənin müsahibəsi. Bu 1, ikinci, ümumi müsahibə. Bu 2, üçüncü, daxili müsahibə. Və müsabiqənin müsahibəsində aydın məsələdir ki, daha çox test imtahanı verib sertifikat əldə etmiş namizədlər keçirlər. Keçəyin ki, əsas məsələ bu 29-cu maddə ümumi müsahibə, daxili müsahibədir. Qısaca belə izah verəcəm bu maddənin qısa izahını verək. Daxili və ümumi müsahibə. Əsas 29-cu maddə bu üzərində qurulubdur. Daxili və ümumi müsahibə. Nədir daxili müsahibə? Nədir ümumi müsahibə? Beləcə qeyd edək ki, daxili müsahibə həmin dövlət orqanının öz daxilində keçirilən bir müsahibədir. Necə ki, həmin orqan işçiləri bir-birinə verə bilərlər. Bir daha deyirəm ki, düzdür. Bəzən daxili müsahibədə başqa şəxslər də iştirak edə biləcəklər. Onu da qısaca edəcəm. Əsas sizə imtahan lazım olaraq bunu bilin ki, daxili müsahibədə orqan işçiləri iştirak edirlər ona görə. Ümumi müsahibədə isə bir orqan başqa bir orqana verə bilər. Necə? Misal üçün, daxili müsahibə əgər Gənclər və İdman Nazirliyində olsa, Gənclər İdman Nazirlərinin işçiləri 7-ci təsdiqatdan 5-ci təsdiqata, 5-dən 4-ə, 4-dən 3-ə söhbət bundan gedir. Bu, daxili müsahibədir. İstənilən bir dövlət orqanıdır. Ümumi müsahibə isə Gənclər İdman Naziri Dövlət Statistika Komitəsinə verə bilər. Gənclər İdman Naziri işləyən şəxsdən söhbət gedir. Dövlət Statistika Komitəsində işləyən şəxs Hesab Palatasına verə bilər. Hesab Palatasında işləyən şəxs Məhkəmə Hüquq Şurasına verə bilər. Tovuz rayon məhkəməsində işləyən şəxs Bakı Apellyasiya Məhkəməsinə verə bilər. Bu, ümumi müsahibədir. Gördünüzmü? Daxili müsahibədə mən demədim ki, bu orqan o orqana verir. Bu orqanda işləyən şəxs digər dövlət orqanında işləyən şəxsə verə bilər. Xeyr. O, daxili müsahibədə dövlət orqanında işləyən şəxslər öz aralarında verə bilər. Ümumi müsahibədə isə bir dövlət orqanı işləyən digər dövlət orqanına verə bilərdir. Bir daha deyirəm. Misal üçün, Qida Təhlükəsizlik Agentliyinin daxili müsahibə keçirilirsə, Qida Təhlükəsizlik Agentliyinin regionunda, Salyan regionunda, misal üçün qeyd edək, Gəncə regionunda, Təki regionunda işləyən şəxslər oradan vəzifəni qaldırmaq üçün də öz daxilində verə bilər. Məsələn, orada işləyən baş məsləhətçi sektor müdiri vəzifəsinə verə bilər, rəis müavin vəzifəsinə verə bilər,
idarə rəisi vəzifəsinə verə bilər və sair və ilə axır. Və həmçinin də onlar 7-ci təsərrüfatdan, yəni rayon idarəsindən Bakı regionuna, agentliyin özünə verə bilər. Bu oldu daxili müsahibə. Ümumi müsahibədə isə misal üçün Qida Təhlükəsizlik Agentliyində işləyən bir şəxs Lənkəran şəhər İcra Hakimiyyətinə verə bilər. Gördünüzmü? Ümumidə hamısı bir-birinə verə bilər. Bu getdi, bu işi qoyduq kənara. Digər bir məsələ keçək. Digər bir məsələmiz isə nədən ibarətdir? Biz nə zaman müsahibəyə daxil ola bilərik? Yadda saxlayın ki, müsahibəyə daxil ilk öncə iki təsnifat irəli çəkə bilərəm. Mən 7-ci təsnifatda itirəyirəmsə, 7-ci təsnifatın özündə, ondan sonra 6 və 5 gördünüzmü? 7, 6 və 5 peki kimi gedə bilər. 2 təsnifat. Yəni 7-ci təsnifat işləyə-işləyə mən 4-cü təsnifata verə bilmirəm. 2 təsnifat irəli çəkilə bilərəm. 6-dayamsa 5-ə və 4-ə gedə bilərəm. 6-dayamsa 3-ə gedə bilmərəm. 5-dəyəmsə 4-ə 5-ə. Gördünüzmü? 2 təsnifat ən çox irəli çəkilmə məsələsindən söhbət gedir. Gəlin görəyin ki, nə zamandan sonra mən daxili müsahibəyə girə bilərəm, nə zamandan sonra mən ümumi müsahibəyə girə bilərəm. Belə bir şey qeyd edək. Tutaq ki, mən imtahan verirəm, daxil oluram bir 7-ci təsnifatın birinə. Mərkəzi İcra Hakimiyyəti yerli bölmələrin birinə daxil oluram. İlk öncə staja daxil oluram. 6 ay staj, daha sonra 3 ay sınaq, 9 ay bitirdim, daimi dövlət quluna qəbul oluram. Daimi dövlət quluna qəbul olduqdan sonra mən daxili və ümumi müsahibələrdə iştirak edə bilərəm. Bir daha deyirəm, mən daimi dövlət qulluğuna daxil olduqdan sonra həm ümumi müsahibələrdə iştirak edə bilərəm, həm daxil müsahibələrdə iştirak edə bilərəm. Yəni Gənclər İdman Nazirinin rayon idarəsində işləyən, regionda işləyən bir şəxs 2 təsnifat irəli nazirin özünə verə bilər. Daimi dövlət qulluğuna qəbul olduqdan sonra ya ümumi müsahibəni irəli çəkə bilər, ya da daxili müsahibəni irəli çəkə bilər. Aydın oldu da yəqin ki. Aydın olmasa, zəhmət olmasa müraciət edə bilərsiniz. Yenə də izahları verə bilərik. Bir daha dedik ki, bu 2 təsnifat irəli çəkə bilərəm. 7-dən 6-cı və 5-ci təsnifatlara daimi dövlət qulluğuna qəbul olduqdan sonra daxili və ümumi müsahibələrə girə bilərəm. İndi sual yaranır ki, burada 5 il qulluq stajı məsələsi var. Bu nə deməkdir? Və bir də yadda saxlayın ki, mən ixtisas dərəcəsi aldım. Yəni aydın məsələ daimi dövlət qulluğuna qəbul olmuşamsa, inzibati vəzifədən söhbət gedir, ixtisas dərəcəsi əldə edirəm. Ondan sonra irəli çəkə bilərəm. Burada 5 il qulluq stajı vardır. 5 il qulluq stajı kimlər üçündür? Nə üçündür? 5 il qulluq stajı əgər bir şəxs dövlət orqanında işləyibsə, dövlət orqanından çıxıbsa, o şəxsin minimum halda 5 illik qulluq stajı olarsa, o müsahibəni irəli çəkə bilər. Bir daha deyirəm, ümumi müsahibədən söhbət gedir. Bir şəxs dövlət orqanında işləyir. Dövlət orqanı işləyir də. Və o istədikdən 5 il işləyir, ən azı 5 il dövlət qulluq stajı yığdıqdan sonra, 5 il staj olan qulluq stajı yığdıqdan sonra, dövlət qulluğundan çıxıbsa, yenidən dövlət qulluğuna qayıdan zaman ümumi müsahibə ilə daxil ola bilər. İşləyə 9 ay, yəni daimi dövlət qulluğu kifayət edir. Amma ərizə yazıb çıxan şəxsən isə 5 il qulluq stajı tələb olunur. Bir daha deyirəm, 5 il qulluq stajı kimlər üçündür? Mən işləyirəmsə, mənim üçün daimi dövlət qulluğu kifayət, 9 ay kifayətdir. Və mən digər bir şəxs eyni yerə verir, ümumi müsahibə gelirsə, mənə 9 ay kifayət edir, çünki işləyirəm, daimi dövlət qulluqçuyam, minimum vurmuşam. O şəxs 4 il işləyib, çıxıb, 4 il 11 ay qulluq stajı varsa, yox. 5 il ən az qulluq stajı varsa, o da ümumi müsahibəyə daxil ola bilər. Bax, bu məsələlər idi ki, müsahibənin bir də dedik, neçə növ var idi, neçə təsnifat irəli çəkə bilərik, hansı halda mən daxili müsahibə nə idi, ümumi müsahibə nə idi, onun izahını verdim və nə zamandan sonra mən daxili müsahibəyə, ümumi müsahibəyə verə bilərəm. Bunları qeyd edik və sonra isə bu şəxsin qeyd elədik ki, nə zamandan sonra neçə illik qulluq stajı olursa çıxıbsa, o da ümumi müsahibələrdə iştirak edə bilərdir. Və bir də bir şey qeyd edək ki, burada qeyd edib bircə saniyə mən sizə göstərim. Deməli, dövlət qulluqçusu qulluq keçdiyi o orqanda öz razılığı ilə aşağı inzibati vəzifəyə keçirilərkən inzibati vəzifənin təsdiqatına uyğun olaraq eyni vəzifəyə keçirirsən,
bu maddə müddəalı dövlət qurumlarına tətbiq edilmir. Yəni o adam deyirsə, aşağı vəzifəyə keçirsə, eyni bir yerə keçsə, nə ona daxili müsahibə, nə ümumi müsahibə, heç bir şeyə ehtiyac yoxdur. Və deməli, o inzibati vəzifənin eyni təsnifatdan və aşağı təhsil vəzifəyə dövlət orqan rəhbərlərinin qarşılıqlı razılıq əsasına keçə bilər. Mən bir dövlət orqanından digər dövlət orqanına eyni təsnifatdan, eyni vəzifəyə gedirəmsə və yaxud da aşağı vəzifəyə gedirəmsə, bu zaman dövlət orqan rəhbərlərinin razılığı kifayət eləyəcəkdir. Digər məsələyə keçəyim ki, burada yəni əsas imtahanla bağlı, bax bu 5 il qulluq stajı məsələsində mən sizə qeyd elədim. Və burada bir məsələ var da, onu göstərmək istərdim ki, dövlət qulluğunla bağlı olaraq. Əgər bax bayaq dedim ki, buna qeyd edəcəm. Dövlət orqanının ləğv edilərsə, dövlət qulluqçularının sayı və iştiraklarının ixtisası əlaqədar olaraq ehtiyat kadrına daxil olmuş şəxs həmin o ümumi müsahibədə və ehtiyat kadrı kimi saxlanılan dövlət orqanında daxili müsahibədə iştirak edə bilər. Bir daha deyirəm, ümumi müsahibədə qeyd elədik ki, mən daimi dövlət qulluqçusuyamsa 9 ayım varsa iştirak edə bilərəm. Bu bir nöqtə. Deyib sıxmışamsa, minimum 5 il qulluq stajım varsa iştirak edə bilərəm. Bu ikinci amil. Üçüncü bir amil vardı ki, müəyyən bir şəxslər ki, ümumi müsahibədə iştirak edə bilər. Şəxslərdir. Kimlərdir o şəxslər? Dövlət orqanının ləğv edilərsə, dövlət qulluqçularının sayı və iştiraklarının ixtisası ilə əlaqədar olaraq ehtiyat kadrına daxil olmuş şəxslər, bu həmin o şəxsdirsə, o zaman o ümumi müsahibədə iştirak edə bilər. Tutaq ki, o şəxsin 5 il qulluq stajı yoxdursa, bəli, deməli 3 nəfər ümumi müsahibədə iştirak edə bilər. Bir, işləyir daimi dövlət qulluqçuda, bu bir. İkinci, işləyib, sıxıb, minimum halda 5 il qulluq stajı varsa, o şəxslər, üçüncü şəxslər kimlər idi ki, deyir ki, dövlət orqanının ləğvi və dövlət qurumlarının şahi və dövlət qurumlarının sayının və çatanın ixtisasına qədər olaraq ehtiyat kadrına daxil olmuş şəxslər də ümumi müsahibədə iştirak edə bilər. İşlədə dövlət orqanı ləğv edildi və yaxud da dövlət qurumlarının sayı işlədər ixtisara düşən zaman nə edir? Mənim dövlət qurumuna tam verilə bilər 30-cu maddəyə əsasən. Verilə bilərsə, mən necə olurdu? Ehtiyat kadrına əsasında daxil edirəm. Ehtiyat daxil edirəmsə, mən həmin anda ümumi müsahibədə və ehtiyat kadrda olduğum uyğun olaraq daxili müsahibədə iştirak edə bilərəm. Yəni bu şəxslər də bizim kimi daxili və ümumi müsahibədə iştirak edə bilərlər. Bu şəxs bax bu maddəni bir daha sizə izah edirəm. Tutaq ki, mən işləyirəm Maliyyə Nazirliyində. Maliyyə Nazirliyində hər hansı bir şöbədə işləyirəm və işlədiyim zaman misal üçün Maliyyə Naziri ləğv olunur və yaxud da ki, ştat həmin o olduğum ştat ixtisarı sürsə, mən xitam verirəm. Xitam verərsəm, mən həmin orqanda ehtiyatlıyam. Bu zaman mənim hansı hüququm yaranır? Həmin orqanda olan daxili müsahibələr iştirak edə bilərəm. Və artıq mənim işləməyimə ehtiyac qalmır. Həmin orqanda ehtiyatdayamsa. Bu vasitə ilə ehtiyat düşmüşəm. Ləğv edilərsə, o halda həmin orqanda iştirak edə bilərəm. Bu birinci amil və həmçinin orada digər dövlət orqanlarında ümumi müsahibədə iştirak edə bilərəm. Aydın oldu yəqin ki. Digər bir məsələyə keçək ki, deməli, bu müsahibə tarifinə bir ay qalmış rəsmi olaraq elan olunacaqdır. Bax, 2 təsnifat məsələsini vurğuladım. Bu da bir də qeyd olunubdur. Və barələrində intizam tənbeh tədbir edilmiş şəxslər 6 ay müddət ərzində müsabiqə və müsahibə buraxılmaq. O şəxsə intizam tənbeh tədbir edilirsə, 6 ay ərzində buraxılmayacaqdır. Sonra uşaqlar, deməli, burada nələrə keçirildi? Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünya görüşü və barəsində müsahibənin elan edilməsi zəruri keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə yararlığı müəyyən edilir. Və müsahibə zamanı hansı göstəricilər nəzərə alınmalıdır? İki şey nəzərə alınmalıdır. Bir, ixtisas dərəcəsi nəzərə alınmalıdır. İki, müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsil almaq. Zəhmət olmasa bunu belə yadda saxlayın. Mən belə yadda saxlamışdım. Müsahibə zamanı hansı göstəricilər nəzərə alınmalıdır? İ ixtisas dərəcəsi, müvafiq vəzifənin təsdiqatına uyğun olaraq əlavə təhsil almaq. Və müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. İnşallah bu vəzifəyə təyin edilməsi ilə bağlı
Keçək ki, bu iki nəfərlərin bunlar da düşür. Xarici ölkələrdəki ticarət nümayəndələri bax necə vəsvət edir. Yazıb ki, burada müvafiq icra hakimiyyəti orqanı rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanının razılaşdırmaqla. Bunu və vəzifəyə təyin edən müvafiq icra hakimiyyəti orqanı rəhbəri İqtisadiyyat naziri təyin edəcəkdir. Amma müvafiq icra hakimiyyəti orqanı razılaşdırmaqla, prezident tərəfindən razılaşdırmaqla. Bir daha deyirəm, xarici ölkələrdəki ticarət nümayəndələrini vəzifəyə təyin edən İqtisadiyyat naziridir. Amma prezident tərəfindən razılaşdırmaq olurdu. Burada imtahanı müvafiq icra hakimiyyəti orqanı qoyula bilərdi, müvafiq icra orqanı açıcı da qoyula bilər. Amma bir variantda müvafiq icra hakimiyyəti orqanı, digər variantda onun açışı qoyula bilməz. Bir də dedik ki, kim vəzifəyə təyin edildi? İqtisadiyyat naziri. Amma kimlə razılaşmaqla? Prezidentlə razılaşmaqla. Keçək yerli icra hakimiyyəti orqanları rəhbərlərinin müavini isə necə yazır? Burada yazır, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti razılaşmaqla. Bunu təyin edən yerli icra hakimiyyəti orqan rəhbəri təyin edir. Amma kimdən razılaşmaqla olacaqdır? Yəni bu zaman razılaşma tələb olunacaqdır. Prezident administrasiyasına razılaşmaqla olacaqdır. Bildirim ki, bunu təyin edən yerli icra hakimiyyəti orqanı. Məsələn, hər hansı bir rayon icra hakimiyyətini götürək də. Binəqədi rayon olsun, Kürdəmir rayonu olsun, fərqi. O rayon icra başçısının müavin təyin edilməsi icra başçısı təyin edilir. Amma unutmayaq ki, o şəxslərdəki prezident administrasiyasına razılaşmaqla təyin olunacaqdır. Və belə qeyd etsək ki, bu qədər və hər hansı bir yeni suallarınız olarsa müraciət edə bilərsiniz. İmtahanda iştirak edən hər bir şəxsə də uğurlar arzulayıram. Təşəkkürlər. Bu qədər növbəti videolarımızı